Bismillah. Boşanmağa ən çox meyilli olan bürclər, astroloji baxımdan boşanmağa daha meyilli hesab olunan bürclər, yəni azadlığı sevən, tez sıxılan və münasibətdə emosional dəyişən olan bürclər bunlardır. Qoç tələsik qərar verir, səbirsizdir, münasibətdə dərhal ayrılığa gedə bilər, mübahisədə dərhal ayrılığı seçir, azadlığını çox sevir. Əkizlər, dəyişkən xarakter, tez darıxır, sabitlik onu sıxır, eyni münasibətdə uzun qalmaqda çətinlik çəkir. Şir, diqqət və dəyər görməyə çox ehtiyacı var, egosu zədələnsə ayrılığı seçə bilər, özünü haqlı sayır. Ox atan, azad ruhludur, məhdudiyyətə dözmür, evlilikdə məsuliyyətdən qaça bilər. Dolça, emosional olaraq uzaq ola bilər, qaydalardan xoşlanmır, gözlənilməz qərarlar verə bilər. Boşanmağa ən az meyilli bürclər isə buğa, xərçəng və oğlaq, sədaqətli, ailəcanlı və münasibəti qorumağa meyillidirlər.